Salam qızlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün yenə bir neçə dənə bağlama var. Yolunu çoxdandır gözləyirdim. Birlikdə açacağıq. Bir neçəsini də açmışıq, çünki onlara mütləq baxmalıydıq. Onları da göstərəcəm. Hətta bir neçə maraqlı məhsul olacaq ki, sevinəcəksiniz. Uyğun alınıb çünki. Gəlin birinci başlayaq. Yenə də bir Sephora bağlamamızdan. Bu dəfə artıq qarşılı gəlmişəm. İlk öncə bizi qarşılayır Narsdan belə tonal krem testerları. Bir də Drunk Elephant'ın Proteini Polypeptide Cream. Məncə bunu yanlışlıqla göndəriblər, çünki mən bir duxlu testeri almışdım. Götürmüşdüm. Nəysə. Çox lazımsız məhsullar. Bunlar bunu səhvən göndəriblər. Yəni mən belə bir şey istəməmişdim. Və heç vaxt da belə bir şey almaram. Bu dəfəki testerlarımı seçinəm. İlk məhsulumuz gördüyünüz kimi Charlotte Tilbury'nin 2 ədəd mini üst spreyidir, setting spreyidir. Bunu biz rəfiqəmlə birləşib almışıq Olivia ilə. Yazıq yolunu gözləməkdən bir təhər oldu. Amma mən bilmirəm sözünü açıq bunu istifadə eləyəcəm ya yox. Çünki mənə görə çox minidir. Baxın, 34 millidir. Bu şəkildə. Məncə çox balacadır. Mən də bu yaxınlarda L'Oreal almışam. Düşünürəm ki, bəlkə satam bunu. Qoxusu elə bir qəşəngdir. Belə işlər. Yəni bunu istifadə edən rəfiqələrim bildirirlər ki, çox möhtəşəm şəkildə sabitləmir, amma üzü çox gözəl eləyir. İndi keçirik ikinci məhsula. Bu mənim çoxdandır gözlədiyim bir məhsuldur. Gördüyünüz kimi The Ordinary'nin 7%li glikolik asidinin tonerudur. Ən yaxşı bilinən glikolik toner budur. Dermatoloqları izləyirəm, xarici dermatoloqları. Ən çox bunu tərifləyirlər. Düzdür, çox da tövsiyə olunmur həssas dərilərə hər gün, nə bilim, həftədə 2 dəfə və s. istifadə eləmək. Hətta deyirlər ki, 2 həftədən bir və s. həssas dərili sizə bunu istifadə eləmək olar. Quru dərilər həftədə bir dəfə eləsə yaxşıdır və s. belə şeylər. Amma siz glikolik turşusundan sadəcə üzə istifadə etməyə də bilərsiniz, saç üçün istifadə edə bilərsiniz, bədən üçün və s. Çünki saçdakı həm yağlılığı aradan qaldıra bilər, həm kəpəyə görə istifadə edə bilərsiniz. Üzü aydınlatmaq üçün, qolaltı ləkələri və yaxud qolaltı qaralmaları aradan qaldırmaq üçün, dizdə və s. olan qaralmaları aradan qaldırmaq üçün glikolik asiddən istifadə etmək lazımdır və bu da ən çox tövsiyə olunandır, ən çox sevilənidir. Evdə məndə Maruderin var idi, bir də ki 11 Factor'dır, nədir, elə bir marka var, amma məncə ən normalı The Ordinary'dir. Çalışacağam bunu həftədə bir dəfə istifadə edeyim üzümə. Bu arada yay gəlir, çox da tövsiyə eləmirəm turşulardan istifadə eləməyinizi. Bunu da kənara qoyuruq. Biraz xəyal qırıqlığına uğradım çünki mən bu testerlara sifariş verməmişdim. İndi Sephora'nın anasını ağladacağam. Çünki hər göndərdiyi yanlış testerə görə 25 point verməlidir, yəni 25 bal verməlidir. Neyse aldım. Qərar verdim, bir günə aldım. Oh my gosh, kifayət qədər böyük. Oh my gosh. Böyükdür. Deməli qızlar, buradan bir ədəd məhsul çıxır. O da gördüyünüz kimi, bilmirəm görünür ya yox. Gesidən bir çanta almışam özümə. Çox vaxt Azərbaycanda Gesin çox xırdan-mırda çantaları qarşıma çıxırdı və hədsiz dərəcədə də bahalı idi. Və düşündüm ki, elə özüm alım xaricdən və böyüyünü. Mən biraz çox şey gəzdirənəm. Əsasda məsələn make-up məhsulları mənim yanımda olmalıdır. İstifadə elədim, eləmədim. Baxın. Belə bir məhsuldur. Biraz qolları elə bir uzundur. Uzun bir belə bir modeli var. Bu şəkildədir.
Burada bir charmı. Sonra qoy aşağı eləyim sizi, onda da görün. Burada belə açırıq. Bunu da çıxardaq. Sözün açığı pis günə düşür. Burada da belə açmaq üçün burada bir cib var imiş. Maraqlı. İçində 2 balaca belə cib var. Sonra içərisində yenə də belə hər tərəfdə GES yazısı olan, logosu olan yerlər. Sonra içində belə bir cib. Maraqlı. Və əlbəttə ki, bura ayrı bir yerdir ya yox. Ayrıdır. Dəxlisi yoxdur digərlərinə. Baxın bu hissədə. Qoy göstərim. Bunu qoy çıxardaq. Elə bildim maraqlı bir şey olar burada, amma belə bir şey qızlar. Bunu mən düşünürəm ki, şortslarda bu hissələrini açacağım. Baxın, bu hissələrini. Maşallah, bunu da pis günə qoymuşam. Bu hissələrini açacağım. Yəni, buradan da bax, burada da var imiş. Görün, nə qədər cibi var. Burada da var. Onsuz da içdə bir cib var idi. Burada da 2 dənə balaca cib. Bu ciblərdən də zəhləm gedir, heç nə də lazım olmurlar. Bir də bu hissə var. Bax, nə cute. Yəni, tam dream çantamı almışam. Yəni, hər cibi var. Hocam, mən bunu çox bəyəndim. Deməli, biz qəhvə alırıq, amma belə məsələn filtr qəhvədə. Moka pot üçün ola bilər, French presslə olsun və yaxud da filtr qəhvə maşını üçün. Bir ara biz granul qəhvə alırdıq. Məsələn, bu Nescafe'nin qəhvələri var. Deməmişkən onlar qaynadılıb, üyüdülürmüş, qaynadılırmış. Onun dibində qalan çöküntü granul qəhvə adlanırmış. Yəni, onun tərkibində olan kofein və yaxud da normal biz ona qəhvə deyə bilmərik də. Nəsə, biz də dedik ki, filtr qəhvədən istifadə eləyək. Elə o vaxtdan bəri filtr qəhvə alırıq, amma filtr qəhvə Azərbaycanda, nə bilim, 200 qramı 30 neçə manata filanda, elə bu Starbucks-dan söhbət getmir. Yəni, ən belə Çaykovda, nə bilim, sonra Gutenbergdə belə baha idi. Məsələn, biz bu boyda bir şeyə verirdik 30 manat filan, 28-30 manat. Mən Türkiyədən almaq istədim. Nə başımız ağrıdım. Trendyoldan, amma Türkiyə adresindən, baxın, bir neçə dəfə demişəm, danışmışam, yenə də deyirəm, Türkiyə adresindən, Azərbaycan adresi birbaşa Azərbaycana çatdırılma olan yox. Mən belə filtr qəhvələr aldım, 5 ədəddir, yəni biri də 200 qramdan 1 kiloqramlıq məhsul aldım. Burada 200 qrama verirdik 30 manat, amma mən 1 kiloqrama verdim. Qızlar, videoda 38 əzeyin demişəm, amma xeyr, 30 əzeyin pul vermişəm 1 kiloqramlıq filtr qəhvəyə. Məncə çox gözəldir, almağa dəyər. Əlavə şəkildə kargo əlbəttə ki, pul verdik, bir 8-9 manat bu qiymətə. Yenə yaxşıdır. Həqiqətən Azərbaycanda almaqdan baya yaxşıdır. Biz birini artıq istifadə eləmişik, yəni sözün açığı mənim xoşuma gəlib. Adını da sizə burada göstərim. Deməli, Türkiyə adresindən Bongardi qəhvə yazın. Trendyoldan Türkiyə adresində çıxacaq. Endirimlər var idi. Bu arada mən 200 TL falan endirimi var idi. Çox yox idi. Və biz tək almadıq bunu. Gördüm ki, 100 TL falan endirimi var. 1500 TL-yə nə qədərsə endirim verirdi. Ona görə də Məhəmməd Əligil ilə birlikdə aldıq. Onları da təklif elədim. Onlar mokapot üçün aldılar. Biz də filtr qəhvə maşını üçün. Təsadüfən dedim ki, qoy Azərbaycan adresindən baxım, görüm bu satılırmı? Bu satıcı Azərbaycana mal satırmı və neçəyə? Girdim, baxdım. Baxın, eyni qəhvə, eyni setdə, yəni bu 78 manat Azərbaycana. 78 manat. Türklərin özlərinə 2 qat ucuzu, hətta daha yaxşı. Amma Azərbaycana 78 manat, daha 80 manat. Heç nə. Dedim,
Qəşəng oxuyurlar. Biz də belə aldıq. Dünənləri içdik. Məncə qəşəng idi. Bəs səncə? Yaxşı idi. Yəni Qədir də bəyəndi. Məsələn, mən bu günlərdə içmək istəyərəm. Belə qəşəng. Bu arada biz hansı Şeferin deyəsən filtr qəhvə maşınından almışıq. Şeferin qəhvə maşınında çox da baha deyil. 50-60 manat idi belə mən alanda. İndi bilmirəm. Bu arada Ülviyə gilindir. O birislər məninkilər biz açmışıq birini. Ona görə dedim ki, elə bunu gətirim sizə göstərim. Deməli burada hansı növləri var? Kenya var. Qablaşmalar da bu arada qəşəngdir. Sonra Honduras bilmirəm. Belə ən qəşəng budur. Mən birinci bunu açdım. Ya yox, başqasını açdım. Sonra burada bir elə Bongardi. Adı da Bongardidir. Sonra Peru. Biz bunu açmışıq. Əfsanə qəşəngdir, çox qəşəngdir. Burada bu arada göstərir sizə. Məsələn, asidliyi nə qədərdir, nə qədər məsələn roasting olub, yəni qovrulub, nə qədər asidlik dərəcəsi nə qədərdir. Belə. Buradan baxa bilərsiniz. Düzü hamısında bu yoxdur, amma yenə də. Sonra biz bəyəndim. Qədirin bağlamalarına. Qədir özünə iki dənə ayaqqabı aldı. İkisini də Nike-dən aldı. Biri belə bir trainers'dır. Deməli, bu trainers necədir? Sözün açığı adını bilmirəm. Üstündə sadəcə burada yazılıb ki, Air Monarch. Elə Air Monarchdır. Air Monarch 4 gedir adı. Düzdür, mən belə tip ayaqqabıları heç bəyənmirəm, heç sevmirəm. Qədirə də yaraşdırmıram. Amma Qədir özünə yaraşdırırsa, belə, baxın belə. Normal buralar, bir dənə parça olacaq hissələr. Baxın, parçalar bu hissələrdir. Ümid edirəm ki, su girməz buradan. Belə. Yəni tipli ayaqqabıdır. Hiss olunur ki, yəni normal keyfiyyətdədir. Mən Nike, Puma, bomba keyfiyyətə maliklər falan deyə bilmərəm. Normal ayaqqabıdır. Qədir bunları çox sevdi. Ümid edirəm ki, xeyirli şəkildə istifadə eləyər. Belə, bu arada, nə bilim, ayağı yaxşı oldu, hə? Bu arada biz hardan aldıq? Biz Amazondan aldıq. Siz də Amazonda belə məhsullara baxa bilərsiniz. Amma çalışın ki, Amazonda Nike-nin, Puma-nın və s. öz mağazaları olsun, öz satış səhifələri olsun, satış mağazaları olsun. Olmayanda sizə saxta mal sata bilərlər. Yəni, böyük ehtimal, yüksək ehtimal. İkinci ayaqqabısı da dediyim kimi Nike-dəndir. Mən bunu çox bəyəndim. Yəni özümə də hətta istədim, amma mən bu yaxınlarda elə buna oxşar bir şey almışam. Düz tam belə biraz oxşar. Mən bunu çox bəyənirəm, belə ayaqqabıları Qədirə də yaraşdırıram. Düşünürəm ki, bütün şalvarları ilə gedir, cinslərlə yaxşı gedir, klassik şalvarlarla yaxşı gedir. Həqiqətən çox qəşəngdir. Bu şəkildə belə silikon altlığı var. Belə də yəni normal ayaqqabı. Xeyirli olsun kocam. Deməli kocam, bunları neçə aldın? Məsələn, bunu $72 Snickers'dır. Bu 72 dollara alınıb. Sən deyəsən pulun çoxdur. Bizim ailəmizin pulları belə yerlərdə yeyilir. 72 dollar. Mən 15 dollarlıq bir məhsul alıram. $150 Advent kalender istifadə edilməz. Olsun da. O birisi də 60. Mən o 150 manatlıq Advent kalender birincisi satdım. Çox qəşəng pullar gedir. Olsun 150 dollarlıq. Mən onu satdım, çox gözəl pullar qazandım. Sənin pulunu 2 qata çıxartdım. Bu 72 dollarımızı buna verib ailəmizin parasını, pulunu. Ben bunun için mi çalışıyordum ha? Neyse. Sonra ikinci buna neçə verdin? 63 dollar. Buna 63 dollar verdin. Sən mənim şəxsi Bəyimiz. Mən də elə bilirəm ki, nə bilim bunların biri yaxşı, biri pisdir ya da ki belə biri çox sulu havalarda geyinmək üçün falan. Belə deyilmiş. Birini cinslərlə, birini klassik şalvarla geyinir. Sən hansı ara bu qədər hər şeyi belə böldün, hə? Bugün bir bağlamamız var. Bu şəkildə gəlib, yəni bunu biraz daha düzənli şəkildə qoymaq olardı. Ya da ki qoyublar, bu özü açılıb. Bunlar mənim əlavə verdiyim sifarişləri idi. Benefit'in cookie'si 2 ədəd.
2 ədəd də Benefit-in Bad Gold maskarası. Cookie'ni məncə sizə göstərmişəm. Məndə paletin içərisində var. Bunu niyə açıram, açığı varsa. Bu arada full boy məhsullardır və qara rəngini almışam. Baxın bu məhsul. Birinci gəlin turjuna baxaq. Bu mənim ən çox sevdiyim turjlardan biridir. Kirpikləri çox gözəl qaldırır bu turjlar. Bir də qızlar Benefit-in öz saytında bu alış-veriş edəndə neçəsə dollar üstü hədiyyə verirdilər. Məsələn, mənə verilən hədiyyələr 24 saat qalıcı olan qaş gelidir. Məsələn, gəlin baxaq. Bunu məncə bir çox yerdə görmüsünüz. They are Real maskarası Benefit-in. Gördüyünüz kimi balaca boylardır bunlar. Bu şəkildə. Bunların istəyirsiniz gəlin çayına da baxaq. Bir dəqiqə bunu elə vurum bura. Danışa bilirəm biraz. Məncə səsim normal gəlir. Baxın, fırçası da bu şəkildədir. Məncə kifayət qədər yaxşı fırçası var. Bu 3 qramdır. Yəni balaca boy deyil, kifayət qədər midi boy saya bilərik biz bunu. Sonra Benefit-dən 3 ml The Professional Primer-ıdır. Əlbəttə ki. Baxın, çox çıqqılı-mıqqılı bir şeydir. Bu şəkildə. Bunun başqa bir növü məndə olmuşdu. Elə o da travel size idi. Hədiyyə olaraq bir də belə bir çanta var burada. Belə şirin, balaca bir çantamız var Benefit-dən. Çox şirindir. İçi də bu şəkildədir. Mən bayağı bəyəndim. Burası da bağlıdır. Düz bağlamağı hesab ola bilər, amma yardım. Nəysə, belə mini bir çantadır. Məhsulları da elə içinə qoydum.